Hello bebişkolar, necəsiz? İnşallah ki, yaxşısınız. Bugün çox pratik, amma çox dadlı bir yemək hazırlayırıq. Mütləq axşama bunu hazırlayın. Hazır xırda kartoşkanın sezonudur. Yaxşıca yuduğumuz kartoşkanın üzərinə ədviyyatları əlavə edirik. Mən ədviyyat olaraq duz, qırmızı istiot, qara istiot, ximeli, suneli, sarı kök və yaşıl reyhan qursu əlavə etmişəm. Eyni ilə ətin də içinə eyni ədviyyatları əlavə olaraq soğan, yumurta və suxarı əlavə etdim. Mənim ətim çox yağlı idi. Əgər sizdə ət yağlı deyilsə, mütləq içinə kərə yağı əlavə edin. Bir də ki, əgər varsa Holland pendiri də içinə rəndələyəndə çox dadlı olur. Bu şəkildə üzərini falqa ilə qapatıb 20 dəqiqə bişiririk. Sonra üzərini açıb bir 5-10 dəqiqədə üzərinin qızarmasını gözləyirik və mən belə çörəyin içinə tomatlı sos əlavə edib kotletləri və kartoşkaları bu şəkildə içinə düzdüm. Bir də ki, pomidorlu soğan hazırlamışdım. Qəşəng limonlu falan. Çox dadlı alınır. Mütləq siz də hazırlayın.